O ağaca parça bağlab, bura nə bilim mən otur uşaq olmayanlar bu daşın üstə otursun filan. Bu xurafatdır, bunların heç bir məntiq əsası yoxdur. Din də bu simada tanınmamalıdır. Heç şübhəsiz və bunu da açıq şəkildə tənqid olunmalıdır, açıq şəkildə. Bunu biz etməliyik ki, bu xurafatların, bu yanaşmanın dinə heç bir aidiyyəti yoxdur. Bunlar hamısı öz yerində, amma bu bir dənə görüntü gəlir, başlayır zehniyyəti qarışdıranlar ki, ziyarətlər belə filan, söz də yapışır o məqamda, bilirsiniz? Ha, bizi bu geri saldı filan, biz bu pirlərə, axı sənin pirlə nə işiniz? Pir ziyarətinin özünü sual altında nə yaparsan? Biri Quranla fala baxır, indi Qurandan imtina eləyək. Biri ziyarətgahdan su istifadə edir, bir ziyarətgahın özünü inkar etməyək. Mən bunu yorulmadan demişəm, pir mövzusu o qədər önəmli mövzudur ki, mən istənilən insana bunu sübut edirəm ki, Allah Kəbəsinin qırağında pir yaradır, pir. Peyğəmbərlərin qəbri İcri İsmailin içindədir. Başdan ayağa övliyaların ayaq izi ilə getməkdir də həc. Səfa Mərvə dağ arasında niyə gedirsən? Bir övliya gedib orada. İbrahim Peyğəmbər ayağını qoyub, iz qalıb, deyir, get namazı orada qıl. Bundan artıq dəlil nə istəyirsən ki, deyir, onun ayaq izi olan yerdə namaz qıl. Deyir, qışqırda şirk. Ayaq izinin arxasında niyə? Mən Allaha ibadət edirəm. Mən pirdə niyə ibadət eləməliyəm? Qəbrin yanında, Kəbənin qırağı bütün qəbirdir, məzardır. Və əsrlər boyu xalqımızı radikallıqdan sığortalayan bir dəyərə bugün əl uzadanlar bilmir ki, nə böyük təhlükəli iş görür. Bax, Suriyada da, digər ölkələr